Türklər pot qırmaq deyir. Başınıza gəlib. Yandırsaydım küllərini bu dəqiqə 100 kilometr uzaqdan görürdünüz tüstünü. Öf, yama. Zarafat bir yana, Mənəm hansınıza sual verəcək? Şallaha. Mahmuddan soruş. Hələ yandırmamışam. Nə sual verəcək? Yandırmamışam, yandırma fikrim də yoxdur. Çünki İzin eləməyi bacarıram. Yoxsa necə? Çünki həqiqətən də insan ki özünü necə bir həyat yoldaşı arzuluyur, necə bir yol yoldaşı arzuluyur, elə bir həyat yoldaşına sahibim. Hə, Afakam, klipə baxaq da, düzdür? Bəli, klipə baxaq. Mahmud müəllimdən soruş. Mahmud müəllimdən soruşum. Mahmud müəllim, Afakam deyir, sizdən soruşum. Hədə başlayın da, gəlin düşün də ortaya da verək. Mən evə bu gün sağ-salamat gedib çata biləcəm, yoxsa yox? Yox, siz gedəsiniz, amma gələrsiniz mi onu deyə bilmərəm. Evə çatacaq, evə girəndən sonra nə olacaq? Evdən çıxarsınız mı onu deyə Yaxşı, bilmərəm. indi bir dənə də sual verim. Sizin məqsədiniz nədir? Mənim məqsədim əylənmək, gülmək. Nəyimə lazımdır kimin evində nə söhbət var? Mən verilişim maraqlı keçsin.